Akıl Bakdatı kanalında Cici Hak Gərdək. Bismillahirrahmanirrahim. Salam mənim əziz və gül balalarım. Mübarək Ramazan ayının gecələrində xoş gördük sizləri. Bu gecə Səhərin Sevinci adlı hekayəni mən Sümeyyə bacınız sizlərə danışacağam. Bir gün balaca Səhər qardaşı ilə oynayırdı. Birdən anası ilə nənəsinin söhbətini eşitdi. Onlar söhbətlərində bir neçə dəfə Səhərin adını çəkdilər. Səhər maraqlandı ki, görəsən niyə onun adını çəkirdilər? Nənə ilə ananın söhbəti bitəndən sonra nənə otağa gəlib istirahət etmək istədi. Bu vaxt Səhər nənəsinin yanına gəldi və soruşdu ki, niyə onun adını çəkiblər? Nənə gülümsəyərək dedi, əzizim, biz səndən danışmırdıq. Səhər imsak vaxtı oyanıb oruç tutmaqdan danışırdıq. Axı indi Ramazan ayıdır. Səhər çox israr etdi ki, imsak vaxtı onu da oyatsınlar. İmsakın necə olduğunu görmək istəyirdi. Nənə də razılaşdı. Ancaq səhər olanda nənənin ürəyi gəlmədi ki, nəvəsini oyatsın. Onlar yeməklərini yeyib oruç tutdular. Səhər yuxudan oyanıb imsak vaxtını görə bilmədiyinə görə gözləri doldu. Anası dedi, qızım, çox yorğun idin. Ona görə səni oyada bilmədik. Amma iftar vaxtı bizimlə oturub iftar edə bilərsən. Səhər göz yaşlarını silib dedi, razıyam, amma sabah məni mütləq oyadın ki, imsakı öz gözlərimlə görüm. Anası razılaşdı. Günortadan sonra ana qızı ilə birlikdə mətbəxə keçdi ki, iftar üçün yemək hazırlasınlar. Səhər anasına kömək etdi və birlikdə gözəl bir iftar süfrəsi hazırladılar. Axşam atası işdən qaydanda artıq iftar vaxtı idi. Ata, ana və nənə namazlarını qılıb dua etdilər və bismillah deyərək oruclarını açdılar. O gecə kiçik Səhər tez yatmaq üçün nənəsinin yanında uzandı. İmsak vaxtı nənəsinin qurduğu saat zəng çaldı və hamı oyandı. Atası Səhəri yavaşca oyadıb dedi, qızım, imsak vaxtıdır. Onu görmək istəmirsən? Səhər tez yataqdan qalxdı və pəncərə yanına qaçdı ki, imsakı görə bilsin. Sonra mətbəxə keçdi və anasından soruşdu. Mən də böyüklər kimi oruç tuta bilərəm? Anası dedi, Səhərcan, qızlar 9 yaşına çatanda oruç tutmalıdılar. Amma sən istəsən quş orucu tuta bilərsən. Yəni, imsakda bizimlə yeyib günorta azanına qədər oruç tutarsan. Sonra orucunu açarsan. Çünki hələ kiçiksən və tam oruç tutmaq sənin üçün çətin olar. Səhər razılaşdı və anasına süfrə hazırlamaqda kömək etdi. Hamı birlikdə yemək yedi. Dua edib Quran oxudular, namaz qıldılar. Səhər yenidən yuxuya getdi. İlk dəfə oruç tutduğu üçün çox sevincli idi və yuxusunda ağ çadrasını geyinib səmada mələk kimi uçduğunu gördü. Əziz balalar, hekayəmiz sona çatdı. Gecəniz xeyrə qalsın, yuxunuz şirin olsun. Hekayəmiz barədə şəkil çəkib bizə göndərməyi unutmayın.